özümsən başı sayıq beşiksindir nəzərim mənim. Öz mavi aynamdır Xəzərim mənim. Öz mavi aynamdır Xəzərim mənim. Bakım mənim canım Ay cansız mənə cismim nə gərək can Bakılımdır. Cansız mənə cismim nə gərək can Bakılımdır. Mən sevdiyim o sevgili canan Bakılımdır. Zahid demə cənnətdə olur huru yığılma. Zahid demə cənnətdə olur huru yığılma. Belə cənnətdə Bakı huru yığılmam Bakılımdır. Kim harda doğulmuş yaşamış duyur nə təfavüt. Kim harda doğulmuş yaşamışdır nə təfavüt. Zatında əgər yoxdur sanıqsan Bakılımdır. Bizlərdə bizlərdə vətən naminə ölmək də şərəfdir. Əxlaq ilə xəlqin sevən insan Bakılımdır. Əhsən nə gözəl adəti vardır bu diyarın. Əhsən nə gözəl adəti vardır bu diyarın. Kim dursa bu adətlərə səhman Bakılımdır. Xanəndəm xanəndəm şəstinə çaya xanəndəm şəstinə çatarı kamanı. Kim gəlibsə bu məclisə uzaqda, elə o da Bakılımdır. Seyid ağaya
dostlarımızın ruhunu şad eləsin inşallah. Seyid ağa sen yazdın, okuyanlar, eşidenler ahsen diyecek. Taze güzel han Bakılıdır ayaman. Sen onun eşkiyle, mehabbetiyle vurmadın ömrünü başa yüreğim. Sen onun eşkiyle, mehabbetiyle vurmadın ömrünü başa yüreğim. Sevgi hedefini nişan alanda eğdi mi oklarında şaireyim. Sevgi hedefini nişan alanda eğdi mi oklarında şaireyim. Sen canı canandan ayrı tutmazdın, odur ki vefasız değildir adın. Sen canı canandan ayrı tutmazdın, odur ki vefasız değildir adın. O seni unuttu, sen unutmadın. Yaşa mehabbetim, yaşa yüreğim. O seni unuttu, sen unutmadın. Yaşa mehabbetim, yaşa yüreğim. Sevgi deryasında ruhum bir adam, fırtınam ziyada, dalgam ziyada. Sevgi deryasında ruhum bir adam, fırtınam ziyada, dalgam ziyada. O eller güzeli düşende yanar, az kala hayalım çaşa yüreğim. O eller güzeli düşende yanar, az kala hayalım çaşa yüreğim. Sen canı canandan ayrı tutmazdın, odur ki vefasız değildir adın. Sen canı canandan ayrı tutmazdın, odur ki vefasız değildir adın. O seni unuttu, sen unutmadın. Yaşa mehabbetim, yaşa yüreğim. O seni unuttu, sen unutmadın. Yaşa mehabbetim, yaşa yüreğim. O seni unuttu, sen unutmadın. Yaşa mehabbetim, yaşa yüreğim. O seni unuttu, sen unutmadın. Yaşa mehabbetim, yaşa yüreğime Sağ ol ay Məzahir, sağ ol. Allah var eləsin səni. Bir gecikib gələn qonaqları, qardaşları salamlayırıq. Eşitdim Hacı Qabuldan da burada əyləşən qardaşlar var. Xoş gəlib, səfa getirib. Öyle de oylanı sen yazmışsan da. Eləyirik, başdı. Böyük məmniyyətlə burada əyləşən bütün qardaşları, dostları bir daha salamlayırıq. İki dost olur. Fikirləşirlər, nə eləyək, nə tər eləyəcək. Dostum biri deyir, ala nə eləyəcək, gəl veririk özümüzün Navran tərəfə biraz balıq tutar.
Adama 2 dənə tilo götürürlər, bir et çörək yaparlar, bir et qurtquş aparırlar. Gəlirlər, yer üz məlum, tilolarını düşdəyirlər, təxminən elə 7-8 radələri. Gözləyirlər ki, balıq düşəcək, balıq düşmür ki, düşmür. Qaş qaralır, göz qaralır. 9, 10, 11, 12, 1, 2, 3 səhərə yaxın. Dostum biri dözmür, gedəndə 2 dənə pişniş nəraq aparır özü ilə səhərə xaçla vurmağa. Dözmür, bir də baxır ki, qırmağa salmağa qurtquş da qutarıb. Çörək də qutarıb, balıq yoxdur ki, yoxdur. Gedir maşının bagajnikini açır, 2 dənə arağı getirir, gəlir rezbadan açır, süzür dənizə. Bu biri dost deyir, ana neynədin, mayanı batırdın ki, mən bunu saxlamışdım səhərə, xaçla vıraq. Bu biri dost qeydir, sən fikir eləmə yenə. Atamın görü üçün bu Navranın dənizinin balıqlarını mən tanıyıram. Buranın balıqları araq vurmasa, Zakuskaya gəlməyəcək. Mən hər bir kesi burada alqışlayıb salamlayıram. Allah mübarək eləsin. Dostların şərəfinə Şəmsi qardaşımın ifasında bir dolə istəyiblər, düz eləyiblər. Kişi meclisi də olar, bir dolə zəhmət olmasa dostların şərəfinə. Sonra yavaş-yavaş Hindistanı sökəcəyəm dostların arzusu ilə. Hə, getdik. Vay, buyur, ay şərəf.
Şəmsi. Allah var eləsin. Böyüm Hacı gəl yanıma görün. Bir tane de şeyler hem dedim ben alınmadı da. Maşın geldi. Hə. Bir kere yani anamlıqla sözlüyü. Hacı ilə indesk oxuyucu. Ama yok indesk sənlik, dörd o mənlik. Japonca oxuyarlı inşallah. Uzmağım ziyir. Buyur. Hacı buyur. Allah mübarək eləsin. Hər biriniz var olasınız. Bu redki bir egzemplardır ki, bu günləri doğrudan da yaxşı mənada dostların qarşısındayıq. Hərə öz ürək sözlərini, arzularını bizi ilə bölüşə bilər. Böyümə. Bir səs üçün 87-78, 10 səs üçün 85-37, 50 səs üçün 94-37. Bugün SMS yoxdur, bugün nağd var. Ürəyimiz desə, yavaş-yavaş xırda-xırda xərcləyə bilərsiniz. Allahın köməklə. Toyumuz maraqlı keçir. Hacı Allah sənə var eləsin. Sözü de. Mən uzun müddət, bilənlər bilir, bilməyənlərin yadına salım. Uzun müddət musiqili komediya teatrında işləmişəm. Sonra müəyyən səbəblərlə bağlı Hacı da bir anlığa bir az işlədi teatrda. Sonra qaçdı, gördü ki, teatr onluq deyil. Əziyyətdir doğrudan da. Sonra yəni 2004-cü ildə Allah qəni-qəni rəhmət eləsin, böyük sənətkarımız Hacı Baba Bağırovun dəvəti ilə yenidən qayıtdım bu ata ocağına. Və bir neçə rollarını mənə təqdim elədi. Dedi Çingiz, həyatdan rahat gedə bilərəm çünki sən davamçısan bu teatrda. Çünki sən burada puxtələşmirsən, burada böyümüsən. Nəsimə xanım da evin içi olub. Allah qəni-qəni rəhmət eləsin. Eldəniz Zeynalov rəhmətli, Həsən Ağa Salayev. Yəni böyük sənətkarları görmüşəm, onlardan əlindən su içmişəm. Süleyman Ələskərov, Hüseyn Ağa Sadıqov. Yəni bunlardan Fazil Salayev, yəni bunlardan tərbiyə almışıq. Nə başımıza ağradım? Yəni bu teatrda hamı bilir ki, böyük sənətkarlar çalışıb, vuruşub. Mərhum aktyorlarımızdan Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, İmamverdi Bağırov, Əzzağı Qasımov, Hacı Baba Bağırov, bizim gülüş kraliçamız Nəsibə xanım Zeynalova, Kübra xanım Əliyeva, Ofeyla xanım Aslan, Ofeyla xanım Məmmədzadə, Arif Quliyev. Bizim teatrımız işlənməyən vaxtlarda biz tez-tez qastrollarda olurduq. Günlərin ən gözəl bir günü bir rayonların birinə gəldik. Ucqar rayonların birinə gəldik. Avtobusdan düşən kimi bir də gördüm sədr bizi qarşıladı. Ay Çingiz, ay Məsumə xanım, ay Atabala, ay Arif, xoş gəlmisiniz. Dedim sədr çox sağ ol, neynəyik, harda oynayaq? Sədr qayıtda oynamaq nədir? Oynamaq nədir? İnanın qardaş, elə bir mədəni yerimiz yoxdur. Aya təzə tövlə tikdirmişik, hələ ora mal-qara bıraxmamışıq, birinci siz girəcəksiniz. Doğrudan adamın Allahı var, sədr bizi qəşəng bir tövlələrin birinə apardı. Mən qəşəng tövlə deyəndə ki, hələ mal-qaraca çıxdı eləməmişdi. İçəri biz girən kimi bir lapet millət dalımızca, iki lapet millət dalımızca Arif Quliyev çıxdı səhnəyə, qarnını biraz şişirtdi, cəmaatın yarısı güldü, yarısı gülmədi. Sədri çağırdım, dedim, ay sədr, balaca sakit elə ki, bu ağız deyəni qulaq eşitsin. Sədr durdu, nə durdu? Ay kənd uşağı, ay uşağı, dayanın böyle görəyib Bakıdan gələn köpək uşağı nə deyir axı bu? Nə başımıza ağradıq, bu tövlədə çıxış elədik və çıxanda gördüm bir qapıda yazılıb qospital. Dedim gəlməyinə gəlmişik, buradan qazandıq, amma gedək qospitala, suvapçılıqdır. Mənə qoşuldular, aktyorlar, bəli, razılıq verdilər, gəldik, girdik qospitala. Gördüm 4-5 ağ xalatlı həkim, 20-yə yaxın xəstə. Bunları da yığdıq, bunlar üçün qəşəng konsert verdik. Hind mahnısı oxuduq, oynadıq, bir-iki dənə də səhnəcik və çıxanda gördüm bir qapının üstündə qırmızı hərflə yazılıb reanimasiya. İcazə aldım qlavraçdan, dedim qoy orada girək, dedi biraz ora gələk, amma dedim ev yox, ged gir. İçəri girdim, gördüm ki 5 nəfəri koykadır reanimasiyada. 4'ü boşdu, 1 nəfər uzandı. Fikirləşdim tekdir bu, dəmdəmdədir, bunu nöş qoyurlar tek burada. Yaxınlaşdım buna, biraz qaldırdım koykanı, dedim indi konsert verəcəyiz hərcə. Gözünü açdı, baxdı mənə bir gözünü, dedik hə, işinizi görün. Bir 15 dəqiqə, 20 dəqiqə oxuduq, oynadıq, gördüm bu gülmür. Yarım saat, 40 dəqiqə gördüm vaxtı. Bu heç gülmür. Yaxınlaşdım, axırda buna qeydim, babalan biz əldən düşdük, biz öldük ki, heç olmasa üzündə bir balaca gülüş təbəssüm olaydı da. Xəstə başını qaldırdı, yuxarı mənə qeydi ki, ay Çingiz, Allah sizdən razı olsun. Mən gecə növbətçi həkim idim. Bir balaca bu koykada istirahət edirdim. Ağır yaralı xəstələr o bir otalı. Gedin biriz orada çıxış edir. Allah Teala hər bir üzü var eləsin. Gülüş təbəssüm üzünüzdən əsli olmasın. Vallahi bir anlığa biz sənət adamları millətə, xalqa gülüş bəxş eləyiriksə biz özümüzü xoşbaxt sayırıq. Həcə sözü verirəm sənə. Sonra bəyin dostlarını bir gözəl bir oynaq hava ilə rəqsə dəvət eləyək. Sonra inşallah aparacağım hamımızı Hindistana. Yaxşı mənada. Buyur Həcə, buyur mənim qardaşım. Bu naibin sifarişidir. Kaçırdan aparsın Novokuznetskiyə.
Bizim de mahalle uşağı orada yaşıyor. Orada da Rusça bakacağım buna. Но диалог между Востоком и Западом. Я Горбачев. Уважаемый господа. Выступали депутаты из Азербайджана. Горбачев развалил государство. Это же неправда. Наливай, стопоряк, и там, и тут свое слово сказал. Ей-богу, вот крест, давай. Выступали депутаты Азербайджана. Государство развалил Народный фронт Азербайджана. И алкоголик Борис Ельцин. Ельцин говорит. Уважаемые россияне, уважаемые азербайджаняне, мы не позволим убивать на Горном Карабахе мирных боевиков.